Saxlanılan şəxsin telefonunda olan görüntülərin təhlili göstərib ki, onlar 18+ xarakterli saytlardan götürülüb. Kadrda olan isə bu tip saytlarda Amber Lulu ləqəbi ilə tanınan qadındır. Onun əsl adı, yaşadığı ünvan istintaqa məlumdur. Həmin qadının açıq sosial media hesablarında kifayət qədər şəkli var. Başqa sözlə, Alyona Əliyevaya qarşı aparılan bütün kampaniya böyük yalan üzərində qurulub. Bunu kampaniyanın təşkilatçıları, özlərini bloger adlandıranlar əlbəttə ki bilirlər. Onların belə davranışlarına qiyməti qoy hamı öz vicdanına uyğun formada versin. Amma bu işdə hələ bir sıra qaranlıq məqamlar qalır. Çox sevinirəm ki, bu məsələ artıq öz həllini yavaş-yavaş tapır və səbəbkarlar da layiqincə yüksək səviyyədə cəzalandırılacaqlar. Ümumiyyətlə, süni intellekt dövrüdür. Nəinki bir şəxsin fotolarının uğurlanması, hətta onun çox oxşar səviyyədə, detallı şəkildə kopyalanması belə mümkündür. Hər gördüyünüz internetdə inanmayın, hər gördüyünüz görüntüyə, insan səsinə. Ümumiyyətlə, aldanmayın, diqqətli olun. Güc bizim birliyimizdədir, güc bizim mədəniyyətimizdədir, güc bizim sevgimizdədir ki, bütün bir-birimizə bəsləyə bilirik. Daha ətraflı videonu YouTube'da DTX Official Channel kanalında tapıb, İctimai Televiziya tərəfindən hazırlanan reportajı da izləyə bilərsiniz.